İkinci hədisimiz. Bu hədisdə Hüzeyfət ibn Yəmən deyir ki, radiyallahu anhu, kənən nəsu yəsəlunə Rasulullah sallallahu aleyhi ve sellem anil xayr və kuntu əsəluhu anişşər. İnsanlar deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemdən xeyir haqqında soruşurdular. Mən isə şər haqqında soruşurdum. Məxafətə ən yudrikəni. Mənə onun gəlib çatmasından qorxaraq. Yəni şərrin mənə çatmasından qorxaraq şərri soruşurdum. Yəni uzaq durmaq üçün. Fakultu ya Resulallah. Dedim ki, ey Allahın Rəsulu, ey Allahın elçisi. İnnə kunnə fi cahiliyyəti və şərrin. Biz deyir, cahiliyyə zamanındaydıq, cahiliyyə dövründəydik və bu şər idi. Fəcəənəllahu bihədəl xayr. Və Allah Azza və Cəllə bizə bu xeyri gətirdi. Yəni İslamı, tövhidi, dini. Fəhəl bə'də hədəl xayr minəşşər. Bu xeyirdən sonra yenə şər olacaqmı? Qalə naam. Dedi ki, bəli. Bax, ardıcıllığı mən dedikcə siz yazda saxlayın. Bax, Hüzeyfət ibn Yəmən deyir ki, biz cahiliyyə dövründə şər içindəydik, yəni müşrik vaxtı. Və Allah Azza və Cəllə öz risalətini göndərdi, peyğəmbərliyi göndərdi və hal-hazırda biz xeyir içindəyik. Deyir ki, bundan sonra da şər olacaqmı? Dedi ki, bəli olacaq. Qultu, sonra dedim ki, və həl ba'də zəlikə şərr min xeyr. Və həmən o sonra gələcək olan şərdən sonra yenə xeyir olacaqmı? Yoxsa elə belə şər elə davam edəcək. Qalə naam və fihi daxan. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bəli olacaq. Amma onda deyir, daxan olacaq. Daxan da nədir? Münkər işlər, bulanıq işlər, tam aydın olmayan bəzi məsələlər, qarışıqlıq. Qultu və mə daxanuhu. Mən dedim ki, onun, yəni o daxanı nədir bəs? Onun, yəni o qarışıqlığı nə olacaq? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, qarışıqlıq olacaq, bulanıqlıq olacaq, münkər işlər olacaq. İndi Hüzeyfət ibn Yəmən onun necə olacağını, nə olacağını təzdən soruşur. Bəs o nədir? Qal, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qavmun yehdun bi gayri hadi. Mənim hidayətimlə, yəni mənim doğru yolumla getməyən insanlar olacaq. Qavm olacaq. Ta'rifu minhum və tunkir. Yəni onların bəzi işləri yaxşı olacaq. Sən bunu yaxşı olaraq görəcəksən, biləcəksən və hətta buna görə onları tərif eləyəcəksən, təşəkkür edəcəksən. Və tunkir və bəzi də münkər işləri də olacaq, eyni zamanda sən bunu yenə biləcəksən və inkar edəcəksən. Yəni yaxşı işləri də olacaq, münkər işləri də olacaq. Qarışıq olacaq. Qultu fəhəl ba'də zəlikəl xayri min şər. Yəni qarışıq olmağına baxmayaraq Peyğəmbər sallallahu əleyhi və səlləm onu xeyir adlandırdı. Çünki orada xeyirdən bir şeylər olacaq. Qarışıqlıqla. Yəni yenə də haqq əhli həmən o xeyri tapıb ona tabi olacaq. Yəni Allahın iznilə. Dedim ki, bəs bu xeyirdən sonra yenə də şər olacaq? Və yaxud da belə, bu xeyirdən sonra yenə də şər olacaqmı? Qalə naam. Dedi ki, bəli, yenə olacaq. Duatun ilə əbvabi cəhənnəm. Cəhənnəmin qapısına dəvət edən dəvətçilər olacaq. Mən əcəbəhum iləyhə qazəfuhu fiyhə. Kim onlara cavab verərsə, onların dəvətinə icabət eləyərsə, onları cəhənnəmə salacaqlar. Yəni, cəhənnəmə dəvət eləyəcəklər, cəhənnəmin qapısına dəvət eləyən dəvətçi olacaq. Kim ki onların dəvətinə cavab verəcək, həmən onları cəhənnəmə salacaqlar. Yəni, o əməllərin vasitəsilə. Qultu, dedim ki, deyir, fəmə tə'muruni in ədrakəni zəlik. Bu şey mənə yetişsə, mənə nəyi əmr edirsən, nə etməyimi əmr edirsən? Qal, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, təlzəmu cəmaətəl muslimin və imaməhum. Müsəlmanların cəmaatına və rəhbərlərinə, imamlarına bağlı ol. Qultu, dedim ki, fəin ləm yəkun ləhum cəmaətun və lə imam. Bəs onların cəmaatı da olmasa və bir rəhbərləri də olmasa, onda neyniyim? Qal, fə'təzil tilkəl firaqa kulləhə. Həmən o firqələrin hamısından uzaq dur. Hamısından geri çəkil.
وَلَوْ أَنْ تَعَدَّ بِأَصْلِ شَجَرَةٍ Hətta ağac kökü çeynəmək məcburiyyətində qalsan belə. Hətta yudrikəkəl mevtu və entə alə zəlik. Hətta ölüm sənə gələnə qədər bu hal üzrə davam elə. Bax, buradakı məsələyə bax. Peyğəmbər sallallahu əleyhi və səlləm birdən-birə anidən firqələr kəlməsini ortaya çıxartdı. Firqələri işarə elədi. Deməli, nəyə dedi? Problem olacaq. Cəhənnəm qapılarına dəvət edən dəvətçilər olacaq. Kim ki onlara cavab verəcək, onları cəhənnəmə salacaq. Amma dedi, bəs mən o zaman nə edim? Dedi, sən müsəlmanların cəmaatına və imamına tabi ol, onlarla birlikdə ol. Deməli, haqq yenə də var. Elhamdülillah. Yəni, cəmaat var. Amma eyni zamanda nə var? Firqələr də var. Sonra deyir, bəs onların nə cəmaatı olmasa, nə də rəhbərləri olmasa, onda nə edeyim? Deyir, həmən o firqələrin hamısından uzaqdır. Deməli, nə olacaq? Cəmaat yoxdursa, avtomatik olaraq ortada nə var? Deməli, çoxlu firqələr olacaq. Və o zaman deyir, onların hamısını tərk elə. Hamısını tərk elə, hətta ağac kökü çeynəmək məcburiyyətində qalsan. Yəni ki, insan Allah Azze və Celle elə yaradıb ki, sosial varlıqdır da, düzdür. İnsanların biri-birinə ehtiyacı var. Bununla ticarət eləyir, bununla nəmlə eləyir, bunun işini görür, bununla birlik olur, bununla ortaq olur, bununla şərik olur və s. və s. Bununla yardımlaşır. Amma artıq bu onlardan hamısından üz çevirəndə ola bilər ki, hətta ac qalmaq dərəcəsində sıxıntı da çəkə bilər. Düzdür? Ağac kökləri çeynəmək məcburiyyətində qalsan belə, ölənə qədər bu yol üzrə dur. Yəni, onlara qoşulma. Bax, burada seçim nədir? Ya müsəlmanların cəmaatı ilə birgə olassan, onların imamları ilə birgə olassan, ya da qurtuluş yolu təklikdir. Yəni ki, cəmaat yoxdur, amma firqələr var. Neyim? Cəmaat yoxdur, mən firqələrin üstünə gedim. Yox, xeyr, o firqələr nə deyib? Batildir. Burada cəmaat da deyəndən nəzərdə tutulur, inşallah yenə gələcək. Sən yəni hər bir halda bu cəmaata tutunmalısan. Cəmaata və imamına. Cəmaata və onların rəhbərinə, bəli. İndi burada bir sual çıxa bilər ki, bəs hədislər var axı ki, qiyamətə qədər haqq tayfa olacaq. O olacaq. O olacaq. Allahın vədidir bu. Ola bilər ki, həmən adam, həmən halda o cəmaatdan uzaqda bir yerdə ola bilər. Məsələ odur. Amma haqq tayfa həmişə olacaq. Varsa cəmaat, yoxsa təklik. Yəni ki, amma firqələşmə, parçalanma nə edir? Peyğəmbər sallallahu əleyhi və səlləm burada da açıq, aydın qadağan edir. Bəli, onlarda çünki həlak var. Və bu hədis də, qardaşlar, deməli, Peyğəmbər sallallahu əleyhi və səlləmin Huzeyfət ibn Yəmən radiyallahu anhüməyə cəmaata bağlı, müsəlmanların cəmaatına bağlı, onların rəhbərlərinə bağlı olmaq barəsində açıq, aydın tövsiyəsidir. Təfsilatlı bir şəkildə. Və onu da bilmək lazımdır ki, bu sadəcə Huzeyfət ibn Yəmənin şəxsinə aid bir tövsiyə deyildi. Bu, bütün ümmətə aid olan bir məsələdir, tövsiyədir. Bütün müsəlmanları əhatə edir. Həmən o firqələri tərk etmək, cəmaata bağlı olmaq və onların rəhbərlərinə bağlı olmaq. Yəni, müsəlmanların cəmaatına bağlı olmaq qiyamətə qədər qurtuluş yoludur. Qiyamətə qədər və bu qiyamətə qədər bu cür tayfa, firqatun naciyə və cəma olacaq. Sənin üzərvə düşən isə həmən o cəmaatı tapmaq, o cəmaatın yolu ilə getməkdir. O cəmaatın da yolu biz əvvəl də bu haqda danışdıq, indi yenə danışacağıq. O cəmaat da kimdir? Peyğəmbər sallallahu aleyhi və səlləmin və onun əshabının yolu ilə gedənlər. Hər iddia eləyən ki, mən cəmaatam, cəmaat bizik, bu doğru deyil. İddianı isbat eləməlidir. İsbatı da nədir? Gətir görüm səhabələrin əməl eləyirsən. Gətir görüm Peyğəmbər sallallahu aleyhi və səlləm yolundan gedirsən. İsbat da budur. Yoxsa yəni iddia ilə deyil. İddia eləyirsən, lap gözəl. Amma onu isbat eləmək lazım.